Oruç tutub arıqlamaq mümkündürmü və oruç tutmağı bir diyeta növü hesab edənlər haqlıdırlarmı? Mən bununla biraz razılaşmıram. Çünki bilirsiniz, burada bu ayın hikmətinin içərisində əslində niyyət önəmlidir, saf niyyətimiz önəmlidir. Əgər biz buradan sanki bu aydan istifadə xarakterli, yəni deyək ki, vizual gözəlliyim naminə ayı da tutum, o zaman bizim niyyətimizin saf olmaması ortalığa çıxırsa, mən düşünürəm belə deyil. Amma Ramazan ayı, necə ki 11 ayın sultanıdır, mən həmişə deyirəm, sanki Allah Taala'nın, yəni Tanrının bizə yolladığı bir sağlam qidalanma elminə keçid eləmək üçün tramplin ayıdır. Mən həmişə belə deyirəm. Məhz o nöqteyi nəzərdən baxanda, yəni insan ümumiyyətlə deyək ki, dini istiqamətdə, yəni insani keyfiyyətlərə nəzər salsaq ki, hər tərəfli bu ayın hikmətini bilir. Amma nə gözəl, həm də sağlam qidalanmaya keçid eləmək üçün düşünür ki, elə bu aydan başlayım. O zaman səhv deyil. O zaman Ramazandan öncəki aylar da var, hətta Rəcəb ayı, Şəvval ayı ki, mən bir praktik həkim olaraq illərdir inandırım sizi, biz bu aylarda belə diyet, orucluq diyeti veririk. Yəni, düşünün, Ramazan hələ başlamayıb, öncəki aydan gəlir artıq ki, doğru bəslənmə şəklini bilsin. Çünki məqsəd bu ayı tamına eləməkdir. Birinci Ramazandan əvvəlki ay. Hazırlıqdır. Bəli, hazırlığını hər doğru gün etsin. tutmurlar bəzi Bəli. günlər. Sonra post-Ramazan dövrü var ki, doğrudan da eləmək istəyir ki, həm məqsəd niyyətinə doğru deyək ki, şəkildə nail olmaqdır ki, yarım qoymasın, 3 gün, 5 gün deyil, 1 ay tutsun. İkincisi də doğrudan da doğru bəslənməni öyrənsin ki, bu zaman əgər doğru Ramazan edəcəksə, dispeptik əlamətlər ön plana çıxmayacaq. Hətta kökəlmə kimi problemlər bəzən olur. Mən o insanlara bəzən bu sualına belə cavab verirəm ki, deyir, doktor, Ramazan etdim, məsələn, yanlış məqamlarla, deyək ki, mədə-bağırsaq traktında problem və yaxud köklü ilə qarşılaşdım. Mən o zaman o insanın öz sualına sualla cavab verirəm ki, siz doğru Ramazan bəslənməsi etmişsinizmi? Və aydınlaşdıranda məlum olur ki, sən demə imsaka durmurmuş, sən demə iftara əlinə nə keçirdi, onunla bəslənirmiş və yaxud iftardan imsaka olan müddəti daha bütün yeyir, bəslənirmiş, qida qəbul edirmiş. Və yaxud da hərəkətsiz qalmaq. Və çox hərəkətsiz qalmış. Bəli, belə insanlar var ki, bütün günü yatır, sadəcə imsakda qida qəbul edir və yenə yatır. Yəni, bu səhv idi. Amma doğru şəkildə Ramazan bəslənməsi edibsə, sözün əsl mənasında faydasını görür.